Hər vaxtınız xeyir olsun Səs Televiziyanın dəyərli tamaşaçıları. Bugün bizim qonağımız Azərbaycanın elm xadimi, Bakı Dövlət Universitetinin Botanika Kafedrasının müdürü, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Elşad Qurbanovdur. Salam Elşad bəy, xoş gəlmisiniz. Salam. Təşəkkür edir ki, dəvətimizi qəbul edib bizim efirimizə təşrif buyurdunuz. Mən sizə təşəkkür edirəm ki, Səs TV-si xeyli vaxtım artıq efirdədir və müəyyən qədər belə deyək ki, baxıcıları var və belə bir televizyon məni dəvət edildiyinizə görə mən sizə təşəkkür edirəm. Çox sağ olun, biz də minnətdarıq. Elşad bəy, hər birimizin bildiyi kimi bu il sizin 75 illiyiniz tamam olur. İstərdim uşaqlıq və gənclik illərinizə qayıdaq. Uşaqlıq və gənclik illəriniz Naxçıvanla, eyni zamanda Zəngəzurla bağlı olub. İstərdim o illərdən danışaq, nələri xatırlayırsınız, nələr hələ də sizin yaddaşınızdadır və unutmamısınız. Deməli, mən qədim Azərbaycan diyarlarından olan, Oğuz eli torpağı sayılan və bizim eradan əvvəlki bir dövrü əhatə edən, Alban tayfalarının törəməsindən sayılan Azərbaycanlıyam, əsl türkəm və Zəngəzur mahalının Urud kəndində anadan olmuşam. Urud qədimliklə seçilən kənd idi. Uruddan böyük dahilər çıxıbdır, böyük dövlət və elm xadimləri çıxıbdır. Və biz də uşaqlıq dövrümüzdə kənddə keçmişik və həmin adamlar bizim hər il istirahətlərini bizim kənddə keçirdi. Ona görə ki, füsunkar təbiətə malik bir kənd idi. Və biz də qibdə ilə onlara baxırdıq, fikirləşirdik ki, görəsən gələcəkdə biz də onlar kimi tələbə ola bilərikmi, onlar kimi müəllim və alim ola bilərikmi? Və bu miqyasda fikirləşirdik. Və orta məktəbi mən deməli, həmin Urud kənddə 8 illik məktəbimi qutarmışam. Sonraki dövrlərdə kənddə orta məktəb olmadığını üçün Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonuna gəlmişəm. Aşağı Qışlaq kənd orta məktəbinin ilk buraxılışı olmuşam. Və uşaqlıq dövrünü xatırlamaq dedikdə, uşaqlıq dövrümüz Böyük Vətən müharibəsindən sonraki dövrə əhatə elədiyinə görə bir qədər çətin bir dövr idi. Yəni ki, az qaldırdılar ki, qida ilə, yeməklə, çörəklə imtahana çəkilsin insanlar. Elə bir dövrdə yaşamışıq. Amma ona baxmayaraq, Azərbaycan xalqı dözümlü bir xalqdır, o cümlədən də yaşam uğrunda mübarizə həmişə oldu və kənd cəmiyyəti də o cümlədən biz də onların içərisində olmaq şərti ilə bütün əzablara dözə-dözə yaşamışıq və sonraki dövrlərim gəlib Bakı Dövlət Universiteti, o vaxt Azərbaycan Dövlət Universitetinə qədəm qoymuşam və oranın tələbəsi olmuşam. Çox gözəl. Elşad bəy, bildiyimiz kimi botanika elmi ilə yaxından məşğul olmusunuz, botanika üzrə alimsiniz. Ümumiyyətlə, sizi botanika ilə bağlı edən, bu sahədən bu qədər sıx məşğul olmağınıza nə səbəb oldu ki, gəlib botanika sahəsi ilə, botanika sənəti ilə məşğul oldunuz? Sizin o sualda təxminən mən cavab vermişdim. Əvvəla deyim ki, bizim orta məktəb qutaran dövrlərdə möhkəm bir devizlər vardı ki, sosializmi üstə gələ elektrifikasiya bərabərdir kommunizmi, yəni gələcəkdə olan bir məfhum və yaxud da ki, sosializm üstə gələ kimyalaşma bərabərdir kommunizmə və tələbələr, şagirdlər adətən çalışırlar o ixtisaslara müraciət eləsinlər müasir dövrünə səslənməsi üçün o dövrdə. Mən isə demirəm ki, həmin o kənddə çox füsunkar təbiətə bir malik idi və deyərdim ki, bəlkə də floristik tərəfdən çox zəngin bir ərazi idir. Və o cümlədən Şahbuz rayonu köçəndə Şahbuz rayonu da füsunkar bir təbiətə malik və floristik tərəfdən çox zəngin bir ərazi idi. Görünür, bunun da bir böyük təsir olmuşdu. O cümlədən də adətən məni təbiət həmişə maraqlandırdı. Çünki bizim həyatımız, uşaqlığımız dağlarda, damaslarda, bağlarda, bulaq başlarında keçdiyinə görə istər-istəməz təbiət adamı çəkirdi elə bilin ki. Və görünür, onun möhkəm təsir olmuşdu ki, mən özümü bioloq kimi gördüm və bioloji fakültəsinə daxil oldum və botanika ixtisası ilə universitet oxuyarkən ixtisaslaşdım və diplom işini də həmin sahədən yazdım. Heç olub Elşad bəy, bu sahəni seçdiyiniz üçün bir peşmanlıq hissi duymusunuz? Xeyr, peşman deyiləm. Mən istəyərdim ki, mənim hələ övladlarımdan və yaxud da nəvələrimdən də bu ixtisası seçsinlər. Əfsuslar olsun ki, mən o arzuma çata bilməmişəm. Atropat əyalətinin flora və bitkinliyi mövzusunda apardığınız tədqiqat Azərbaycanın elmi üçün nə kimi fundamental bir yenilik gətirir? Deməli, mən tədqiqat işlərinin hamısında yeniliklər var, orasını deyim ki, əvvəla mən namizədlik dissertasiya o vaxt el adlandı. İndi fəlsəfə doktoru dissertasiyası Naxçıvan çay hövzəsinin flora və bitkiliyi idi, o cümlədən onların fitomineralativ əhəmiyyəti. Bilirsiniz, Naxçıvan dedim ki, floristik cəhətdən zəngin bir bölgə idi, region idi və Naxçıvan çay hövzəsi də bir şəkil Arazdan ta
Zəngəzur aşırma qədər ərazini əhatə edirdi. Onun hövzəsi çox zəngin idi və bəzi yerlərdə çay selləri əmələ gəlirdi, yanğınlar əmələ gəlirdi və o yanğınları da qarşısını almaq üçün bitkilər vasitəsilə, yəni onların güclü kök sistemi ilə malik olduqlarını bilərəkdən belə deyək ki, istifadə tətbiq edirdi və bu gün də bizim o vaxtı tərkibimizlə salınan meşələrdən hələ də qalan Nuqzu çay hövzəsində yaxşı bir haldır və Naxçıvan Muxtar Respublikasının səhra biçiliyini mən ilk dəfə elm üçün yerli kimi gətirdim. Azərbaycanda olan botanikləri, o cümlədən SSR dövründə, SSR-də olan alimləri mən inandırdım və sübut etdim ki, səhra biçiliyi Azərbaycanda var. O ki, qaldı Atropatena, o mənim doktorluq dissertasiyam idi. Bilirsiniz, onu məcbur eləyən məni erməni xislətli və erməni, Armen Leandros Taxtacyan vardı, bir kitab yazmışdı. 1978-ci kitabın adı belə idi, Yer kürəsinin floristik vilayətləri. Və Azərbaycanı həmin kitabda xəritədən çıxartmışdı, Azərbaycan yox idi. Azərbaycan ərazisini ya adlandırırdı Erməni-İran vilayəti və yaxud da bir hissəsini də adlandırırdı Türkiyə-Ermənistan və Azərbaycan yox idi. Əlbəttə, mən bir alim kimi artıq doktorluq dissertasiya götürmək üçün 86-cı ildə müraciət elədim Atropatenanın ərazisinin biçiliyinin florasını götürməyə və əlbəttə onun sərhədlərini müəyyənləşmək çox çətindir. Bilirsiniz ki, Azərbaycan həmin Atropatenanın varisidir və o bizim eradan əvvəl 4-cü, 2-ci əsrdə olmuş bir dövlət idi və onun xəritəsini tapmaq üçün mən əlbəttə ki, çox böyük kitabxanalardan axtarışda oldum və Strabonun kitablarında tapa bildim ki, Atropatenan xəritəsi necədir. Tam dəqiq olmasa da, hər halda müasir dövrlə ayaqlaşmasa da, amma demək olar ki, o dövr üçün ən axırıncı və samballı xəritələrdən biridir. Sonra klassiklərin xəritəsinə baxdım və onu müəyyənləşdim ki, Atropatena deyilən bir vilayət var. Onlar Ermənistan, İran, həmin vilayətin tərkibindədir. Hələ Türkiyəndə bir deyək ki, Anadolu bölgəsi, o cümlədən Naxçıvan Muxtar Respublikası, Kiçik Qafqazın cənub hissəsi və Azərbaycanın cənub hissəsi Atropatenanın tərkibindədir. Elşad bəy, sizcə bugün Azərbaycanın botanika sahəsində ən böyük təhlükələr hansılardır və bu sahədə dövlət tərəfindən nə kimi addımlar atılmalıdır? Mən sizə deyim ki, Azərbaycanda 5000-ə qədər ali sporlu bitkilər var. Və bu bitkilərin demək olar ki, hər dəfə, hər 10 ildən bir inventarizasiya olunur. Və bilirsiniz ki, yəqin ki, axır zamanlar 2013-cü ildə və 2023-cü ildə Azərbaycanın 2 cildlik 2-ci nəsil və 3-cü nəşr qırmızı kitabı çap olunubdur. Və qırmızı kitabda mən hər ikisində redaksiya heyətinin üzvü olmuşam, hər ikisinin tərtibatçılarından olmuşam və əgər hiss olunur ki, hansısa növlər bitkilərdən məhv olma təhlükəsi var və yaxud da ki, belə deyək ki, qorxulu bir vəziyyətdədir. Həmin bitkilərin adları həmin qırmızı kitaba salınır ki, Azərbaycan Respublikasının əhalisi bundan maarifləndirilsin və o bitkilərin məhv olmasının qarşısını alsınlar. O cümlədən bitkilər əlbəttə ki, bilirsiniz, urbanizasiya güclü şəriətdə gedir. Tutaq ki, Abşeronda 50-ci illərdən tutaq keçən əsrin bu ilə qədər ərazisində tikintilərin miqdarı ən qədər artıbdır. Yəni sayılı tikililər gedir və territoriya, ərazi getdikcə azalır, torpaqlar azalır və onun içərisində olan elə endem bitkilər var ki, onların çoxları məhv olub və ya məhv olma təhlükəsindədir. Ona görə də hər hansı bir şəhər salma, rayon salma, rayonlaşma olanda əlbəttə ki, Azərbaycan təbiətini mütləq nəzərə almaq lazımdır. Hansı ki, bu günləri bilirsiniz, işğaldan azad olunmuş ərazilərimizdə ağıllı şəhərlər, ağıllı kəndlər salınır və o kəndlər mütləq ölçülür, biçilir, məsləhətləşilir ki, orada olan bitki və bitkiliklər məhv olma təhlükəsinə məruz qala bilir və ya qala bilmir. Əgər elə bir şey varsa ki, yerlərin bir də görsən ki, ağıllı kəndlərin, şəhərlərin bir qədər sürüşdürülür, digər sahələr çağırılır. Və bu, əlbəttə, təhlükə həmişə var, həmişə bitkiləri qorumaq lazım, çünki bitkisiz həyat yoxdur. Bizim həyatımızı təşkil edən bitkidir, birbaşa və ya dolayısı yolla. Təbii ki, tamamilə doğrudur. Elşad bəy, uzun illərdə həm alim, həm də pedaqoq kimi fəaliyyət göstərsiniz. Sizcə müasir gənc tələbələrin üstün və zəif cəhətləri nələrdən ibarətdir? Bilirsiniz, belə suallar mənə adətən verirlər ki, bugünkü tələbələrinizdən razısınızmı? Mən deməli 82-ci ildən artıq 50 ilə yaxındır ki, elm pedaqoji fəaliyyətdən məşğulam və tələbə odur, vaxtki tələbələr, bugünkü tələbələr hamısı yadımdadır və dərs dediyim üçün və əsasən də yaxşı oxuyan tələbələr çox yaxşı yadımda qalır. Fərqlidirlər.
fərqli nədən ibarət gəlir? Tutaq ki, o dövrdəki informasiya texnologiyaları yox dərəcəsində idi. Yalnız tələbələr kitablar vasitəsilə öyrənə bilirdi. Kitablar da çox vaxt olmurdu. Ədəbiyyatlar, dərsliklər, dərs vəsaitlər demək olar ki, yox dərəcəsində idi. Yalnız üz tuturduq rus kitablarından və rus kitablarından öyrənirdik. O da adətən Azərbaycan tutaq ki, yerli elm sahələrini əhatə edə bilmədi. Amma müasir dövrdə kompüter texnologiyaları çox güclü inkişaf edir. İnternet səhifələri hər yerdə var. İstənilən mövzu haqqında məlumatlar əldə etmək olur. Ona görə də bugünkü tələbələrdən mən dəstəkləyirəm və onların haqqında çox yüksək fikirdəyəm. Ən azı həm də ona görə yaxşı fikirdəyəm ki, bilirsiniz ki, 2020-ci ildə 44 günlük bizdə müharibə olmuşdu, vətənimiz suveren dövlətə çevrildi, 5000 ildə olmayan ərazilərimiz artıq özümüzdədir, müstəqil Azərbaycan və bunların alınmasında Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan gəncləri deməli, həmin ərazilərimizin alınmasında çox aktiv iştirak elədilər. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Amma gənclərimiz olmasaydı, bəlkə də o müharibəni biz uda bilməzdik. Ona görə də mən gənclərimizdən həmişə razıyam, razı da qalacağam. Təşəkkür edirik. Elşad bəy, bəs sizcə ali təhsil müəssisələrində ümumilikdə biologiya və ekologiya sahəsində aparılan dərs vəsaitləri eyni zamanda praktik və nəzəri cəhətdən tələbələrə göstərilən xidmət sizi qane edirmi yəni? Bilirsiniz nətərdir? Keçmiş dövrlərdə tutaq ki, hər hansı bir dərslik yazmaq üçün çox böyük senzuralardan keçirildi və o kitablar çox dəyərli olurdu. Ona görə ki, hər hansı bir adamı ya həvalə edirdilər, yəni istənilən adam kitab yaza bilməzdi, dərslik, dərs vəsaiti yaza bilməzdi. Həvalə olundu bir adama, o bir neçə il müddətində o dərslik və dərs vəsaitini yazıb hazırlayırdı və ondan sonra o çap olunurdu. Əfsuslar olsun ki, indi son zamanlar hər bir şəxs istəyir ki, özünün dərsliyi, dərs vəsaiti olsun. Və indi mən hər halda bu elm sahəsinin, pedaqoji sahənin içərisindəyim, görürəm ki, çoxları köçürməklə məşğuldurlar. Və yaxşı ki, antiplagiat proqramları çıxıbdır, onları bir üzə çıxarda bilir, üzə çıxarda bilir. İndi onlar da ixtisaslaşa bilir, görsən, yalan informasiyaları kitablarda verirlər, bu insanları, tələbələri çaşdırmaqdan başqa bir şey deyil. Sizə deyim ki, çoxları bir də görsən, süni intellektdən istifadə edərək, tutaq ki, dünya miqyasında nə varsa, onu Azərbaycanın məxsusuna ixtisaslaşmaq istəyir. Mən əlbəttə ki, çox tərəfdarıyam ki, süni intellektdən istifadə edilsin. Baxmayaraq ki, ziddiyyətli fikirlərim var onlar haqqında, çünki məni qane etməyən cəhətləri var. O cümlədə rəqəmsallaşdırma var, cənab prezidentimizin təşrif elədiyi kimi bütün sahələr rəqəmsallaşmalıdır və rəqəmsallaşma var, ona görə də bir də görsən ki, həmin o qüsurlu yazılan kitabları bir özə verir və onu biz tapa bilirik. Amma baxmayaraq ki, artıq çap olunur, bir də görsən əllərdə ola bilir və yalancı informasiyalar tələbələrə, müəllimlərə, cəmiyyətə belə də verə bilirlər. Elşad bəy, yaxşı alim olmaq üçün nələri etmək lazımdır? Hansı düzgün addımlar atmaq lazımdır? Yaxşı alim olmaq üçün birinci istedad olmalıdır. İkinci, inadkarlıq olmalıdır. Üçüncü, zəhmət lazımdır. Əgər bu üçü yoxdursa, onu yaxşı alim ola bilməz. Və bilirsiniz, alimlər heç vaxt öz əməyinin qiymətini ala bilmirlər. Çünki alimlər hər bir şəxs, deməli, əmək qanunvericiliyində belə ki, 8 saat iş saatıdır. Amma alimlər 8 saat yox, bir də görsən ki, 18 saat işləyə bilirlər. Yəni, onlar yatanda da düşünürlər, onlar yatanda da, oturanda da, istirahət eləyəndə də elm haqqında fikirləşirlər, ya pedaqoji fəaliyyət haqqında fikirləşirlər. Ona görə də həmin o dediyim keyfiyyətlər olmasa, ondan yaxşı müəllim, yaxşı elm işçi, yaxşı gələcəkdə sağlanan dövlət xadimi ola bilməz. Elşad bəy, Bakı Dövlət Universitetində kafedra müdürü çalışırsınız, eyni zamanda apellyasiya şöbəsinin sədri vəzifəsində çalışırsınız. İndiyənə kimi unutmadığınız ən ziddiyyətli məqamlar hansıları olub? Mən bilmirəm, onları demək olar, demək olmaz efir vasitəsilə. Mən 11-ci ildəndir imtahan qərargahının sədriyəm, bilmərəm siz onu haradan götürmüşsünüz və xeyli olub ki, uşaqların, tələbələrin, mən həmişə uşaqlarım üçün baxıram, tələbələrin hüquqlarını özlərinə qaytara bilmişəm. Onu bir də görsən ki, müəllimdir, 25 tələbənin yazı işini yoxlayanda xətti bezdirici olur, tutaq ki, yaxud da ki, hava soyuq və yaxud da isti dövrlər düşür imtahanlar, ya soyuq vaxtdan, ya da isti vaxtları. Müəllimlər də bir də görsən ki, yoxlayanda başdan soğudu yoxlayırlar. Və belə şeylər olanda tələbələrin o, belə deyək, hüquqlarını geri qaytarmaq, həm apellyasiya komissiyasının, həmən qərargahın vəzifələrindən biridir. Və olubdur, mən də bəlkə də bilməyərəkdən
Elə vaxt orada çıxış eləmişəm rəhbərlik qarşısında ki, elə tələbə var ki, 0 balla qiymətləndirib, amma təkrar yoxlamalarda bir neçə dəfə onun balı 47-50 bala qədərdir. Və soruşanda hansı müəllimin adını demişəm, həmin müəllim universitetdən həmin gün işdən azad olunubdur. O mən bilmirəm, günahıma yazıla bilər, yazıla bilməz. Çünki mən tələbənin hüququnu özünə qaytardım, amma tələbənin də hüququnu pozan öz hüququnu bilmirəm, qoruya bilmədi və ona görə də işdən azad olundu. Belə hadisələr olur və bəzilərinin inzibati qaydada tənbih də olunanlar olubdur. Amma tələbənin hüququ geri qayıdıbdır və mən də həmişə özümü xoşbəxt sayıram ki, tələbələr sevinə-sevinə hüquqlarını geri qaytardığında onlar o qədər belə valideynlər də sevinir, özləri sevinir. Çünki onlar təqaüd almalı olurlar. Bu da ailə büdcəsinə müəyyən qədər köməkdir. Və bizdə deyim ki, məsələn, mən 75 illik yubileyimlə bağlı sosial şəbəkələrdə qoymuşdu. Tələbələrimin çoxu yazırlar mənə və yazırlar ki, yaxşı ki, belə müəllimimizlər, yaxşı bizim yanımızdadır, yaxşı ki, bizə belə müəllimlər rast gəlir. Və bu məni çox sevindirir ki, mən tələbələrim tərəfindən belə qiymətləndirir. Bəli, çünki Elşad bəy, bir müəllim tərəfindən, bir çox tələbə tərəfindən sevilmək bir müəllim üçün çox böyük uğur, çox böyük nailiyyətdir. Çünki tələbələrin də qəribəlikləri ondan ibarətdir ki, onlar hər müəllimi sevə bilmirlər, hər müəllimə böyük rəğbətlə, böyük sevgi ilə yanaşa bilmirlər. Siz əgər bu sevgini, bu rəğbəti qazanmışsa, nə xoş sizin adınıza. İstərdim biraz bundan danışaq. Elmi həyatınızda, elmi fəaliyyətinizdə ən böyük uğurunuz, ən böyük nailiyyətin budur dediyiniz məqam hansı olub? Deməli, əvvəla deyim ki, mən həmişə özümü sübut eləməyə çalışmışam. Çalışmışam ki, mən elm sahəsinə gəlmişəmsə, elmdə yenilik eləyə bilərəm. Və çox yeniliklərim olubdur. Bayaqlar birini səhra biçiliyini dedim, amma psevdomakil biçiliyini Azərbaycanda elmə mən gətirmişəm ilk dəfə. Və yaxud da ki, xeyli növlərin, yeni yayım areallarını yazmışam, yeni biçili tipləri yazmışam, xəritələr tərtib eləmişəm. Azərbaycan bütün bitki örtüyünün xəritəsini, o cümlədən kitab təsnifi yazmışam. Azərbaycan bitki örtüyü. Bunlar mənim əməyimdir və dərsliklərim xeylidir. 18-ə qədər dərslik və dərs vəsaitim var, monoqrafiyam var və hamısı da samballı sayıla bilər, yəni 500 səhifəyə yaxın kitablardır. Və mən əsasən qane edən məsələ odur ki, həmişə mənim əməyim qiymətləndirilibdir. Mən uzun illər ilin müəllimi, ilin alimi, ilin kafedra müdürü olmuşam. Cənab Prezidentimizin imzası ilə yenidən təşəkkür edirəm, tərəqqi medal almışam. Sonra elm sahəsində əməkdar elm xadimi kimi ad almışam. Ən yüksək ad hesab edirəm elm sahəsində Cənab Prezidentimiz veribdir. Və jubiley medalları verilibdir. Xeyli xarici ölkələrdən mən akademik seçiblər, xarici ölkələrdən mən qızıl medallar verilibdir. Yəni həm Avropada, həm tutaq ki, şərq ölkələrində. Bunlar çox adamı stimullaşdıran bir əlamətlərdir və mən ona görə də həm elmi işimdən razıyam, həm də onun qiymətləndirilməsindən razıyam. Çox gözəl. Elşad bəy, bəs son olaraq gənc alimlərə, eyni zamanda gənc tədqiqatçılarımıza kiçik bir mesaj versəz, nə deyərdiniz? Deyərdim ki, çalışın, yaxşı alim olun. Çünki alim olmaq hər adama nasib olmur. Əgər kimsə özündə potensialı görürsə, mütləq elmi dalınca getsin və elmin yalnız bir sahəsini inkişaf elətdirsin. Bir də görürsünüz ki, çaşqınlıq əmələ gəlir. İnsanlar bir günlər bir sahədə elmində, sabah başqa sahəyə keçir, o birisi gün başqa bir sahəyə keçir. Onda ondan yaxşı alim əmələ gəlmir, alınmır. Ona görə mən həmişə tövsiyə edərdim ki, hər hansı bir sahəni seçsinlər, o sahənin arxasınca axıra qədər getsinlər və onda yaxşı bir alim olacaqlar. Və belə mən tələbələrimi görürəm, belə insanları görürəm və fikirləşirəm ki, gələcəkdə yaxşı alim ola bilərlər. Əlbəttə ki, bəziləri xaricə üst tuturlar, onu da mən qınamıram. Dövlət proqramı var, dövlət proqramı vasitəsilə xaricə top universitetlərdə elm iştahınca gedənləri də çox alqışlayıram. Çünki burada bəzi ola bilər ki, hər hansı bir avadanlıq çatmır, elm işləri tam dəqiq aparmaq mümkün deyil. Orada olan avadanlıqlardan istifadə edib elm üçün yeniliklər gətirə bilərlər və alqışlayıram. Təşəkkür edirik Elşad bəy, minnətdarıq. Nə xoş bizə ki, sizin 75 illik yubileyinizi bizim kanalımız vasitəsilə möhtəşəm bir müsahibə ilə qeyd edə bildik. Allah sizə uzun ömür, can sağlığı versin. Gələcək fəaliyyətlərinizdə sizə böyük uğurlar arzu edirik. Minnətdarıq, təşəkkür edirik. Sağ olun, mən də sizə təşəkkür edirəm ki, vaxtınızı ayırdınız və mənimlə bu müsahibəni götürdünüz. Təşəkkür edirik. Bəli, əziz Səs Televiziyanın dəyərli tamaşaçıları, bizim bugünkü müsahibə verilişimizin sonuna çatdıq. Qonağımız Azərbaycanın görkəmli elm xadimi, Bakı Dövlət Universitetinin Botanika Kafedrası müdürü, Azərbaycan Milli Elmlər Akademiyası müxbir üzvü Elşad Qurbanov idi. Sağ olun, salamat qalın.